Əli əleyhissalam kimi bir ömür əks təbliğat heç kəsin haqqında gedməyib, əks təbliğat. Heç kəsin haqqında. Ona görə ona müşk deyirlər də. Müşkün bir dənə xüsusiyyəti var ki, müşk ətir verən bilirsiniz də, bir maddədir. Onu nə qədər gizlətsən, biraz da ətri artar. Əli əleyhissalamın fəzilətlərini bir ömür neynədilər? 80 il Şamın mənbərlərindən lənət oxudular ona. Kişinin xəbəri olmadan onun haqqında elə batil məsələləri təbliğ elədilər ki, Əmr-As məlun, Muaviyə məlun. Otururlar, plan qururlar. Əmr-As deyir, nə var bu işi həll eləməyə? Heyvanatın yoxdur, xəlifə adamsan, nə qədər qoyun quzun var. Xırda quzulardan bir gecəlik ver mənə, bir gecəlik. Səhəri gün qaytarəm sənə. İşi həll eləyirəm. Əmr eləyir bütün yeylaqlarda, qışlaqlarda, nə qədər xırda quzular var, verirlər. Başlayır bir məmləkətin hər evində uşaq var da, qapını döyür. Bir dənə quzu ki, bu Əmirəl-Möminin Muaviyyət ibn Əbu Süfyanın hədiyyəsidir uşaqlara. Uşaqlar sevinir, ailədə sevinirlər, quzu da indi o vaxt iqrışıq olmuyor filan, elə quzu ilə zadla oynayıblar uşaqlarda. Uşaqlar sevinir. Bunu eləyir gündüz, gecə ilə bütün əskərləri tökür həmən qapılara, vəhşicəsinə qapını döyürlər, girirlər içəri, uşaqları ağlada alırlar quzun ki, Əli ibn Əbi Talibin əmridir ki, bu Beytülmalda olmaz bunları belə eləmir. Bir gecənin içərisində cəmaatı çöndərdilər. Nə var bunu eləməyə? Əli əleyhissalam oturub Kufədə heç bu işdən xəbəri yoxdur. Amma bir dənə analiz eləyək bunu. Əli əleyhissalam rahat idi bu işdən. Bunlar narahatdır ki, bu boyda tədbir tökürlər. Diqqət eləyin. Bu tədbiri tökən adam var ha, bu işi görən adam var ha. Bu narahatdır ki, bunu eləyir. Rahat adam eləyər onu. Neyimə lazım? Aristotelə bir dənə yaxçı söz deyirlər. Deyirlər ki, sən olmayanda biri sənə bərk söyürdü. Heç halı değişmir. Deyir, laf, mən olmayanda qoy mənə döysün də, eyb yox.